Ey atalar, ey analar, ey qardaşlar, ey bacılar. Şəhidlərin alqanıyla qızarmışdı dünən yollar. Onlar vətən qeyrətini qorudular. Tarix boyu biz onları cərgəmizdə görməliyik. Çiçəkləşən, gözəlləşən ölkəmizdə görməliyik. 44 günlük vətən müharibəsinin qəhrəman igid oğullarından biri də Şəmkir rayonunun Qasımallar kəndinin gözəl, ləyaqətli, elimizə, obalığımıza baş ucalığı olan Nadir Nadirlidir. Bu kənddə hamı ondan o qədər ağız dolusu danışdı və mən bir daha şahidi oldum ki, doğrudan da mənim əzizlərim Ulu Tanrı tərəfindən seçilmişlərdir şəhidlərimiz. Nadir Nadirlinin haqqın dərgahına qovuşduğundan sonra bir gözəl balası dünyaya gəlib. O bala bizim vətənə və vətənin mən deyərdim ki, qeyrəti, qüruru, vətənpərvərliyi olan hər kəsə əmanətdir. O əmanətlərimizi qorumalıyıq, şəhidlərimizin ruhu qarşısına baş əyirik. Bugün bizimlə bərabər bu məktəbin Qasımallar kəndinin Ağbirçək müəllimi Qumru xanım buradadır. Bizim əzizimiz Rüqsiyə xanım buradadır, Brilliant xanım buradadır, Şəhla xanım buradadır, Səringül xanım, Qulu müəllim, Hənfə xanım. Şəhidimizə Allah rəhmət eləsin. Ürək sözlərinizi deyin. Onlar haqqında həmişə ağız dolusu mənə elə gəlir ki, danışmaq hər birimizin vətəndaşlıq borcumuzdur. Nadir bizim kəndimizin ən ləyaqətli oğlu idi. Allah Taala ona qəni-qəni rəhmət eləsin. Doğrudan da o öz canını, öz qanını vətən uğrunda əsirgəmədi. Yeri cənnət məkan olsun. Təşəkkür edirəm. Bir müəllim üçün şagird eyni zamanda onun evladı qədər əzizdir. Və biz müəllimlərin də şagirdləri onlara evladı qədər əzizdir. Evladımız qədər sevdiyimiz bir oğuldu. Və Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Və onların yeri bütün sevən, onları sevən, bu xalqın mərd oğullarının, mərd qızlarının ürəyidir, onların qəlbidir. Və nə qədər Azərbaycan var, nə qədər bu xalq var, nə qədər bəşəriyyət varsa, onlar bu xalqın ürəyində daimi yaşayacaqlar. Şəhidlər bizim baş tacımızdır, şəhidlər bizim alam açıqlığımızdır, şəhidlər bizim baş ucalığımızdır. Şəhidlər bütün Azərbaycan analarının balasıdır, atalarının balasıdır. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Şəhidlər, biz deyirik həmişə ki, Allah eləsin şəhidlər cənnətli olsun. Şəhidlər onsuz da cənnətdədir. Neçə illər bundan qabaq bir şəhidin qəbrini açıblar, baxıblar ki, necə qoyublar evizinə tuturur. Yəni şəhid dəyişmir, şəhid cənnətdir, şəhid ölmür, şəhid yaşayır. Allah rəhmət eləsin hamısına. Şəhid göydə, ulduz, aydır, Tanrımızdan bizə haydır. Gül axan bir çaydır, ağlama şəhid anası. Şəhidin yellər ağlayar, kükrəyər, sellər ağlayar. Əsən yellər ağlayar, ağlama şəhid anası. Allah rəhmət eləsin cəm şəhidlərimizə. Allah rəhmət eləsin. Şəhid deyəndə təkcə anasının oğludur şəhid. Bütün Azərbaycan analarının oğludur. Belə oğulların sayəsində bizim oğullarımız yaşayır. Allah bunlara rəhmət eləsin. Bir cənnət olsun. Tariximizin zəfər səhifəsində izi olan igid vətən oğlu, Nadirli Nadir Arzu oğlu, hörmətlə anılır. Şuşaya qədər döyüş yolu keçən, ali təhsilli, kimyaçı, mühəndis, peşəkar, sərrast, atıcı, düşmənin hədəflərini susturan, Ohanyan səddini gecənin qaranlığında 40 dəqiqənin içində məhv eləyən, dizin-dizin Alxanlıda, Qaraxanlıda, səngərlərdə sürünən, vətəni torpağı uğrunda ölümsüz əbədi yaşar qəhrəmanımız ruhu qarşısında baş əyirik, məkanı cənnət olsun. Şəhid analarının ruhu qarşısında baş əyirik. Güllü xanım, Bəli, Qumru xanım. Akif Mehmet Ersoy belə deyir. Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər. Sənə ağuşun açmış o dünyada peyğəmbər. Bəli. Bunlar doğrudan da cənnət məkandır. Bəli, bəli, mənim əzizlərim. Allah rəhmət eləsin. Qumru xanım, indicə həmin ocaqda oldum. O ocaqda ki, mən o ocağa vətən ocağı deyərdim. Vaxt var idi ki, o ocaqda bu oğul hər zaman öz əllərinlə ev tikib, eşik tikib və qismət olmayıb içində yaşasın. Mən o ailədə oldum, doğrudan da çox ağırlı məqamlar idi. Ancaq o ağırlığın içində ana qürurla dedi ki, vətən sağ olsun. Mən o anaların əllərindən öpürəm ki, canından şirin olan
baladır. Balalarını vətən yolunda qurban verib və deyirlər ki, vətən sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Anadır. Vətən sağ olmasa ana hardan sağ olacaq? Bəli, onların ocaqları bu gün ziyarətgahdır və o ailələri hər zaman ziyarət etmək bizim borcumuzdur. Ruhun şad olsun. Şəhid balamız.